Biri var idi, biri yox idi. Bir Zəncəfil xala var idi. Saçları payız yarpaqları kimi narıncı idi. Ürəyi isə hamıdan isti. O çox danışmazdı. Amma gülümsəyəndə ev işıqlanardı. Deyərdilər ki, onun sükutu belə nağıl danışırdı. Günün birində Zəncəfil xala işıq axtarmağa çıxdı. Uzaqda bir parıltı gördü və sevindim. Amma yaxınlaşanda anladı ki, tapdığı işıq deyilmiş. Aldadıcı, qara bir zülmət imiş. O gündən də bildi ki, hər parlayan yol aydınlığa aparmır.